Əli ibn Əbi Talib əleyhissalamın gözəl bir hədisi var. Hədis bundan ibarətdir ki, buyurur əleyhissalam ki, İlahi, mən sənin Allah olduğunu onda dərk etdim ki, sən mən nə istədimsə onu vermədin və hər nə istədimsə onu vermədiyindən mən sənin varlığını dərk etdim İlahi. Və mən səni şükürlər sonsuz razı-niyaz elədim ki, nə istədim, hansı bir mərhələdə nələrisə istədim, onu vermədim. Bəzən görürsən ki, insan həyatı belədir ki, bir valideyn, bir ata, bir ana öz evladına uşaqlıq çağlarından və böyüyənə qədər onun xidmətində dayanır. Hər gün onun istəklərini, bütün imtiyazlarını ödəyir və atadan nə istəyirsə, ata da ona baş üstə oldu, əziz balam, şirin balam, bu cür sözlərlə zamanı gəldikdə görürsən ki, bir gün ataya müraciət edir, filan işdə mənə kömək elə, deyir ki, yox, artıq imkan yoxdur. Görürsən, evlad qarşısından bir dənə belə cavab gəlir ki, sən mənə neynədin bu günə qədər? Bütün hamısını unudur və unutqan insan belə bir cavabla cavablandırır. Allah Müteal da buyurur ki, insanın bütün dünya həyatında gördüyü işlər və eləyəcəyi işlərdən mən xəbərdaram. Əleyhissalam da bunu gözəl deyir ki, Allah elə bir gözəl bir varlıqdır ki, o insanın hər nə istədiyini vermir və elə mərhələlərdə elə istəklər ki var, onlar ki sən istəmirsən, Allah onu sənə həvalə edir. Allah o ruzunu, o çətinliyi sənin üçün uzaqlaşdırır. Ona görə Allahdan bizim istəklərimiz Allaha o cür olmalıdır ki, hər zaman dünya, axirət həyatında biz gözəl əməl salih insanlardan olaq və həm dünyamızı abad eləyək və həm də axirətimizi inşallah biz gərək abad eləyək ki, axirət həyatımız bizim hesab, kitab mərhələmiz, Allaha olan inancımız, ibadətimiz, əməllərimiz çox önəm kəsb eləyəcək. Bu günləri Allahı tanıyan insan, Peyğəmbərin, imamın, Qur'anın, qibləsini tanıyan insanın axirət hesabı da məlumdur ki, gözəl olar inşallah. Allah bizim əməllərimizi, aqibətimizi inşallah xeyirli eləsin.